Salam. Bugün sizi mətbəxdən salamlayırıq Mehri ilə mən. Mehri bugün kotlet bişirir. Toyuq ətindən, toyuq filesindən kotlet bişirir. Burada mən hazır kotletlər edib həmişə dondurucuda saxlayıram. Yaman gün üçün daha doğrusu belə deyək. Bəzən vaxt olmur, bəzən yemək pişirməyə axat olmur. Ona görə artıq burada bişiririk. Geçək. Soruşarsınız ki, qazanda niyə bişirirsən? Qazanda ona görə bişirirəm ki, yağ sıçramır. Məncə daha praktik olur. Mənə belə rahatdır. Ona görə qazanda bişirirəm. Qazanı soruşsa, çox qəşəng qazandır. Bunun 5 boydur. Bir dənə də tavası var. Superdir. Kim istəsə yaza bilər. Ünvanı deyərəm, gedər alar. Həqiqətən də çox razıyam bu qazandan. Artıq 1 ildən çoxdur ki, almışam. Təsəvvür eləyin, 5 dənəni boy böyüyür. Ən böyüyü çox böyükdür. Yəni bir 10-15 nəfərlik yemək tutur. Ən böyüyü, ən balacası da budur. Ümumi 90 manata almışam. Qranitdir. Yəni yalandan deyil də, həqiqətən də qranitdir. Çox qəşəngdir. Yəni 90 manata nə verərlər? Yazın deyim, gidin alın da. 1 ildən çoxdur istifadə edirəm. Artıq 2-ci il tamamlayacaq 1-2 aya. Mehri, bugün hara gedəcəksən? Bakıya. Bugün Bakıya gedəcəyik. Gitməyəcək. Gedəcək yaxı. Kimdir o? Bəbə. Danış da. Niyə sən kamera görəndə dilini udursan qızım? Nazlıq eləyirsən. Aydı, çox gözəlsin Akşən. Oy, Miki. Vurur sizi. Nə yazmaq istəyirsən qızım? Mehri. Yaz da sən yaz. Gül şəkli çək. A1 A2 A1 B1 A1 Aysa Dərbəzə nədir? Yaxşı, deyilən alma. Arı. Corab. Aşağı o ciciş. Bəbə. Ana. Ata. Qapı. Stol. Köynək. Köynək. Şalvar. Ayaqqabı. Ayaqqabı. Qab. Ayşə. Stol. Stol. Gözün hardadır Mehri? Gözün hardadır? Ayşə. Ağzın hardadır? Ağzın hardadır? Ne qəşəng qaldı. Mehri, burnun hardadır? Burnun hanı? Burnumu göstər. Neyinsən? Buraya qoydun indi də. Mehrinin burnu hanı? Şeytan. Ben ne yazayım gelsin ona hoş. Ben ne dedim gelsin o. Bakıya çatdıq. Baku. Necə Mehri buyur? Mehri maşın sürmək istəyir. Niyək?